Zeytin istəkli qızı, qaranquş müjdəli, bülbül avazlı, bahar günlərində xoş gördük sizləri. May ayı yazın güllü çiçəkli, coşub daşan, çayların kükrədiyi, dağların lalədən, bənövşədən don giyindiyi aydır. Təbiətə, aləmə baxırsan, düşünürsən ki, qadir Allah nə böyük gözəllik yaradıb. Bu gözəlliyi vəsf etməyə nə şair qələminin, nə də rəssam fırsasının gücü çatar. Səməd Turğun deyirdi, gözəllik canlı bir sənət, əzəldən ömrə zinətdir. Dünya isə ölçüsü bilməyən bir ağ lövhədir. Qələmi də ki, gah sevinç, gah kədər, gah məhəbbət, gah sevgi, gah da nifrət yazır. Bu yaxınlarda bir reportaj diqqətimi çəkdi. Şəhid qanından don geyinmiş, bağrı yanıq laləli bir çöllük. Qəm içində bir möcüzə. Sanki şəhidlərin arzularının azadlıq qərəbə rəmzinin ifadəsi idi bu çiçəklər. Qəlbindəki yanıqlarsa vüsal həsrəti. Nakam, bitməmiş arzuları, ana bacı, evlad fəryadının dağı. Şəhidlərimizi, nakam qəlbi yanıq lalələrimizin ruhunu bir dəqiqə sükutla yad edək. Allah rəhmət eləsin. Bəşəriyyətin faciəsini düşünən Cavid Əfəndi Tanrısına müraciət edərək, Ya Rəbb, bu nə cinayət? O xəyanət, bu səfalət bulmazmı nihayət? İnsanları xəlq etməkdə var, bəlkə də hikmət. İblisə nə hacət sualını sonda iblis cavablandırır. Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir iblis? Dünyada iki xislətli insanlar var. Bir tərəfdə iblislər və onların tamah, şan, şöhrət, xudbinlik, mənəmlik iddiaları. Digər tərəfdə isə buna uymayan, bəşəriyyətin xilası üçün çarpışan, düzlük, saflıq, əzm, fədakarlıq qazanan mələk xislətli insanlar. Topal Teymur əsərində seçim dəqiqləşir. Sənətkar müharibənin fəlsəfi mənasını, əsl mahiyyətini, iç üzünü göstərir. Topal Teymur Orxanın üzünü tutaraq, heç maraq etmə, Bəyazid sənə inanar, çünki o çox məğrurdur. Məğrurlar isə həqiqəti görməzlər. Qəlbi, düşüncəsi də kor olar. Şənlik, o da şənlik, bu da şənlik. Qovğa, o da qovğa, bu da qovğa. Yalnız arada bir fərq var ki, siz cəngavərlər insan qanına hərissiniz. Biz şairlər gülgün şərabə. Onda vəhşət və dəhşət var. Bunda zevk və şərafət. Sizin hərb nərələriniz ürəkləri qoparır, insanları parçaladır, anaları ağladır. Şairlərin eşnüş təranələri isə kinləri, kədərləri öldürür. Yüzləri, gönülləri güldürür. Siz insan qafalarını qırarkən, biz də o qafalardan yapılma qədəhləri bir-birinə vururuz. Siz hərf və dəhşət qalibi, biz eşq və məhəbbət məğlubu. Fəqət bizim şu məğlubiyyətimiz o qabiliyyətdən daha üstündür. Bəxtiyar şair, səni sərməst edən bu dadlı xəyal yalnız xoş bir təsəllidir. Bununla bərabər sən çox böyüksən. Bəli, sənin kimi dəyərli simaların qədir və qiyməti anlaşılsaydı, mənim kimi topallar soldakı sıfır qədər mənasız qalardı. Siz yarasalar ölkəsində, korlar məmləkətində parlayan bir günəşsiniz. Əfsus ki, insan adını daşıyan iki ayaqlı həşərat çox qaba və çox səfil bir şeydir. İşte bu qaba və miskin həşəratı uslandırmaq üçün onların pas tutmuş, kirli vicdanlarını yumaq üçün yalnız Teymur qılıncı lazımdır. Bəli, sevgili şair, insanlar mərhəmət və məhəbbətdən ziyadə dəhşət və qüvvətə tapınırlar. Dilşadı pək həyəcanlı görürəm. Hayır, həyəcana bir səbəb yox. Gözlərin daha başqa mənalar anladır. Ətraf qəzalardan ixtiyar bir köylü gəlmiş, bana şikayət ediyordu. Pək sıkıldım da, biraz halım dəyişdi. Əcəba köylünün şikayəti nəymiş? Bu ilki buğday məhsulu az olmuş, hökumətə vergi verəməmiş. Onun üçün qəza hakimi Mamay xan zavallını qırbacla döydürmüş. Necə? İxtiyarı köylüyü qırbacla döydürmüş ha? Ah, qudurğan şaşqın. O düşünmür ki, əhalini incidən bir hakim, yavrusunu parçalayan bir heyvan qədər düşüncəsizdir. Zərər yox, sabah məsələ aydınlanar. Əgər bu söz doğru çıxarsa, sayğısı sərfə ən şiddətli cəza verilir.
Bəli, qırbacı qədər nüfuz və idarəsi olmayan bir hakim hökumət naminə ən çirkin və silinməz bir ləkədir. Köylünün dediyinə görə əkdiyi yer təcrübədən çıxmamış bir səhra imiş. Onun üçün yaxşı bir məhsul alamamış. Zavallı Mamayxan, zavallı. Mən sabah onun kör gözlərini açaram. Görünür o məmləkət qanunlarını unudur. Halbuki bir insan təcrübədən çıxmamış bir səhranı şənlətirsə, əkib becərirsə, birinci il tamam vergidən azad olur. İkinci yıl istərsə ödər, istərsə ödəməz. Yalnız üçüncü yıl qanuna müvafiq olaraq vergi verməlidir. Xeyr, Mamayxan aldanır. O düşünmür ki, rəntbərlər çıxıldıqca dövlət xəzinəsi boşalır. Xəzinə boşalınca ordunun halı pozulur. Və şu pozunluq da məmləkətin pərişanlığına səbəb olur. Heç sıxılma. Sabah, bəli, sabah haqq yerini tapar. Əksiş olmayın. Gedəlim. Bana bax Dilşad, dur daha. Sözüm bitmədi. Səni pək sarsılmış və həyəcanlı görürəm. Unutma ki, sən Teymur hərəmsən. Söylə, açıq söylə. Yüz gözünü saran şu fırtınalı buludlar nədən irəli gəlir? Ah, şu arşivdə qız, Olqa. Nə var? Nə olmuş? Bir gün bir təranə, bir gün bir sevgi. Bilməm nə istəyir Orxandan. Heç sıxılma, almaz. Sənin üzən bu düşüncələr pək çabuk keçər. Unutma ki, sən Divan bəy qızı, Orxan hərəmsən. Mən onların hər ikisini də çox sevərəm. Hələ səndəki vüqar və əzəmət. Ah, hər halda Olqa buradan dəf edilməli. Siz çəkilin. Orxan, yaxın gəl. Sən həm qəhrəman bir cəngavər, həm də siyasəti pək gözəl bilirsən. Osmanlı Sultanı Yıldırım Bəyazıdə bir elçi göndərdik. Lakin ondan henüz bir xəbər yox. Hər halda bizim Bursada Yıldırım paytaxtında bir gözümüz bulunmalı. O sarayın iç və dış yüzünü örgənib hər ay bizə xəbər verməli. Divan bəy lazım gələn vəzifəni sənə söylər. Ordumuz bir həftəyə Misir Şam tərəflərini irəliləyəcək. Hər halda ordumuz da öyle bilməli. Hətta bizimkilər də öyle bilməli. Çünki onlar öyle bilməzsə, casus bulunur və tədbiriniz boşa çıxar. Yıldırım sözlərimə inanmazsa, Heç sıxılma, inanar. Çünki o çox məğrurdur. Məğrurlar isə həqiqəti qəbul etməzlər. Deyərlər ki, o gözdən pək zəifdir. Məgərsə qəlbi və düşüncəsi körmüş. Heç sıxılma, get, sabah üçün hazırlaş. Buyurun şefkətli sultanım. Tanrıqulu Teymurdan daim ikram və ehtiram görəcəksiniz. Yorğunsunuz, rica edirəm oturun. Lütfən şu məktubu oxursunuzmu? Zaten yazdığı zaman okunmuş. İşte, mən bu məktubdakı sözləri unutdum və sizi əfv etdim. Yalnız əfv etmək deyil, hətta məhəbbətinizlə qazanmaq istəyirəm. Bəli, məhəbbətinizlə qazanmaq istəyirəm. Acaba buna şair nə düşünür? Bəli, məhəbbətinizi qazanmaq istərəm. Və şairə söylər. Məhəbbət, məhəbbət. Bəli, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbət. Məhəbbətlə çırpılan bir çoban qəlbi, kin, ədavət püskürən bir sultan qapısından daha şərəfli. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəl bəşər bir məhəbbət olmayacaqsa, onda bütün həyata, bütün kainata nifrətlər olsun. Lakin bu qələbə Türk əqvamını deyil, yalnız fürsət bəkləyən qonşu hökumətləri məmnun etdi. Daha doğrusu İslam aləmini başsız qoydu. Heç sıxılma Xaqanım. Sən kör bir aptal, mən dəli bir topal. Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın insanlara, ucu-bucağı yox məmləkətlərə, sənin kimi kör, mənim kimi topal müsəllət olmazdı. Bütün dünyanı bürüyən qanlı müharibədən 2-ci Dünya müharibəsindən 80 il keçir. Hitler Almaniyasının bütün cahana sahib olmaq iddiasının sonu faşizm üzərində qələbədən 80 il keçir. Bu müharibədə Azərbaycandan da 600 min insan iştirak etmişdir. əsgər tatarım. 300 mindən çoxu isə həlak olmuşdur. Əslində isə bu labid idi. Tezin.
ədaləti, başlıcası isə azadlığı, müstəqilliyi uca tutan xalq üçün mənəvi borcudur. Həm ön, həm də arxa cəbhədə fədakarlığı ilə seçilən xalqımız bir daha dönməzliyini, qüdrətini, əzmini göstərmişdir. Gündən şairlərimizin qələmi vətəngidlərinin vəsfinə, anaların qeyrəti, nəsihətdən yoğrulmuş sözləri misralara köçürdü. Müharibə əleyhinə yazılmış əsərlər müsabiqəsində yüksək dəyərləndirilmiş, ən qiymətli əsər kimi New Yorkda çap edilərək əsgərlər arasına yayılmışdır. Geyib əskər paltarını silahlandı qəhrəman. Onun polad sinəsinə sığışmadı ürəyi. Dayan, deyib yaxın gəldi, öpdü onun alnından. Yay gününün xoş səhəri, bir də dağlar küləyi. Ana, salamat qal, mən getdim. Ana igid balasına açdı öz qollarını. Üz gözündən öpə-öpə bağrına bastı onu. Ana yurdum, bu qəhrəman, bu namuslu oğlunu. Oğlum, göz bəbəyim, səni ömür çiçəyim, tarixlərin şahididir mənim bu ağ birçəyim. Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm, qulağında yaxşı qalsın mənim sənə öyüdüm. Biz sənsiz də dolanarıq, uğur olsun yoluna, qılıncını çalan zaman qüvvət gəlsin qoluna. Sən düşmənin qabağında igid tərpən vüqarla, tüfəngini təmiz saxla, atını da tumarla. Öz yerində olsun gərək igidin yar yarağı, hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. İgid balam, hərçənd ki öz ananam mən sənin, çörəyi ilə böyümüsən bizim ana vətənin. Payız vaxtı bağçamızın heyvaları dəyəndə, şaftalılar şirələnib budağını əyəndə, göndərərəm sovqatını, sənin də öz payını, sən də artır öz əlinlə zəfərlərin sayını. Get, düşmən qabağında igid tərpən vüqarla, tüfəngini təmiz saxla, atını da tumarla. Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən. Günəş yaydı şöyləsini vətəninin göylərindən. Ana baxdı öz oğluna, su da səpdi dalınca. Şair qəlbi bu səhnədən ilhamını alınca. Yaşa dedi, ey qəhrəman, yaşa dedi, ey vətən. Sonra şair dodaqları öpdü ana əlində. Analar övladının yolunu gözləyir. Onların qələbə əzminə inanırdılar. 4 ay vardır ananın, gözləri yol çəkirdi. Başqa dərdi yox idi. Oğul dərdi idi dərdi. Sorurdu, Balam hanı? hər gəlib gedəndən ondan xəbər gəlməyir, xəbər gəlir öləndən. Yerə mi batdı oğlum, göyə mi çıxdı oğlum? Bəlkə mən yanılmışam, əzəldən yoxdur oğlum. El bilir, uşaqlıqdan ona xələf olmayıb. Ürəyimə damıb ki, oğlum tələf olmayıb. Səbəb nədir anaya yazmır bircə kağız? Oğul, oğul. Deməkdən qabar oldu dil ağız. Bulutlu səma idi, onun dalğın baxışı. Gözlərindən yağırdı bir ilk bahar yağışı. Onu bu hala salan, təzə idi, ilki idi. Qalxırdı yatağından, dan yeri söküləndə, hər qapı açılanda, hər qapı döyüləndə dikilirdi ananın gözləri bir nöqtəyə. Bəlkə oğlumdan məktub var. Deyə. 4 ay vardır ananın, gözləri yol çəkirdi. Başqa dərdi yox idi, oğul dərdi idi dərdi. Tanımayan tapılmaz məhlədə pastalyonu. Hamı istərdi onu, hamı sevərdi onu. Onu tanıyardılar adamlar addımından. Bir bayramlı çantası dolu gəldiyi zaman gətirmişdi anaya vaxtilə şad xəbərlər. İndi məktub almayan ana gələrək girə, söylədi pastalyona bir neçə acı kəlmə. Məktub olmasa, bir də bu həyətə gəlmə. Pastalyon sakit dayandı durdu. Elə bir dağ başında onu ildırım vurdu. Ananın gözlərində sual gördü bir yığın. Başını yerə dikib dayandı xeyli dalğın. Sinəsini ötürüb sonra küçəyə çıxdı. Fikirlər, düşüncələr həssas qəlbini sıxdı. Deyirdi öz-özünə. Ananın haqqı vardır, oğulsuz geniş dünya onsuz dardır. 4 ay vardır ananın,
Gözləri yol çəkirdi, başqa dərdi yox idi. Oğul dərdi idi dərdi. Günlər keçdi, pastalyon bu həyətə gəlmədi. Ana gözü ilə onu çox aradı, görmədi. Bütün həyətdəkilər öyrənmişdilər ona. Hamı dedi, Sən nə oldu pastalyona? bu pastalyon da anaya bir dərd oldu. Yolunu gözləməkdən gözləri dörd oldu. Heç olmasa pastalyon bu həyətə gələndə, məktub alan qonşular sevinəndə, güləndə, oğlunu xatırlayıb sevinərdi ana da. Sevincindən hamının pay düşərdi ona da. Ana düşündü. Bəlkə qəlbini qırdım onun. Kim bilir, nə gəlibdir başına pastalyonun? Xəstədir, bəlkə də baxan yoxdur pastalyona. Evlərini bilsəydim, bir baş çəkərdim ona. Bundan artıq nə gələr ki əlimdən. Keşə sözlər çıxmayaydı dilimdən. Məktub gətirməsə də, qoy gəlsin görək onu. Sevir bir ana kimi bu dərdli ürək onu. Dərdli ananın artdı 1'ə 10 dərdi. Bir oğul dərdi, bir də pastalyon dərdi. Bir gün küçə qapısı açıldı çox sürətlə. Qonşular çıxdı evdən təəccüblə, heyrətlə. Gördülər pastalyon əlində məktub gəlir. Elə bir caynağında qartalov tutub gəlir. Aldılar bir qırpımında pastalyonu dövrəyə. Məktub zilləyib gözlərini ananın gözlərinə, pastalyon qanad taxdı öz şirin sözlərində. Bundan neçə gün əvvəl məndən küsüb inciyəm, məktub olmasa bir də bu evə gəlmə deyəm. Mərhəmətli möhtərəm anayadır bu kağız. Hamı bir səslə Gözlərin aydın ay qız. ana gözləri yaşlı, ətir saçlı dilindən tez östü pastalyonu məktub verən əlindən. Minlərlə Azərbaycan övladı 2-ci Dünya müharibəsində dönməzlik, igidlik məktəbi yaratdılar. Ən əsası Dünya tarixi salnaməsinə yazıldılar. 9 may Moskvada Qızıl Meydandakı paradda qəhrəman Azərbaycan əsgərlərinin, Şuşa fatehlərinin təntənəli keçidi əslində qəhrəman, müzəffər türk əsgərinin ruhunun cəsarət mücəssəməsi idi. İlk Sovet İttifaqı qəhrəmanı Qafur Məmmədov sinəsini düşmən gülləsinə sipər edib komandirini qoruyan Gəray Əsədov. 2 dəfə Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanov, Samar şahinləri Hüseyn Bala Əliyev, Leyla Məmmədbəyova şanlı tarix yazdılar. Bir anda vətəni unutmayan əsgər sonunda həkimindən izin istəyərək Azərbaycanı anır. Görüb tanış olmadığım, qayğısına qalmadığım, şeir dostu bir insandan bir xatirə söylədilər. Bizim elli bir qəhrəman, bir yaralı qızıl əsgər. Son nəfəsdə səni yandı, dəniz kimi dalğalandı. Dedi doktor, aman doktor, sağlığıma güman yoxdur. Bıçağını saxla bir dəm, bilirəm ki, öləcəyəm. Gözüm yolda, könlüm səsdə, dinlə məni son nəfəsdə. Bir bənd deyim son dəfə mən, sən də eşit bu nəğməni. Qoy dolaşsın o aləmi, el bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən. Ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Deyib bu son sözlərini, yumdu qara gözlərini. Daha bəsdir, dayan biraz, yaman xəbər uzun olmaz. Yaxşı bilir bunu aləm, mən ağ günlər şariyəm. Torpağını öz canından çox sevən, hər qarşında düşmənə layiqli cavab verən, düşməyənə əyilməyən xalqın Qarabağda Qacara xalqımızın əyilməzlik simvolunu olduğunu bildirdi. Bəncəmizə gözəl Qarabağ, öpsün qılıncımı, hər qaya, hər dağ. Mən Qacar nəsliyəm, şahlar şahıyam, mən də yer üzümün bir Allahıyam. Gərək qoymaya biz daşı daş üstə,
Atın, yığın leşi baş üstə. Mənim vicdanım da, qəlbim də qandır. Dünya qan üstündə bir xanimandır. Buyruq sizinkidir adı hökmdar. Sizdə layıqsə əzilət var. Belə deyirlər ki, ağladır yeri. Sizin Qarabağ xanəndələri. Hünəriniz varsa bir rast oxuyun. Kalbi karadan küsmüşəm. Ha 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 Şenine dedim şirin söz, bir şey ondan dadmadım. Ha 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 aman. Bu sebepten ağzı şeker, dilrubadan küsüşem. Ha 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 aman. Vagif ay ben bu binadan küsmüşem. Ha 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 ha
Nə oldu? Nə oldu? Onu tez tapıb gətirin. Vəzir, bu doğrudan böyük qüdrətdir. Hər sözü, söhbəti canlı sənətdir. Böyük təhlükədir bu şair bizə. Sən nə fikirdəsən? Nə deyim sizə, buyruq sizinkidir adil hökmdar. Sizdə fəzilət də, ədalət də var. Şahım, təhlükədir Vaqif doğrudan. Onu gözünüzdən qoymayın bir an. Deyir qanunlarda yoxdur həqiqət. Deyir ki, pərdədir bütün şəriət. Nədənsə el oba çox sevir onu. Bilməyir bu qədər tərs olduğunu. Bir də dostudur o qaçaq eldar. Sizin düşməniniz, bəli, o murdar. Vaqif yaşadıqca qorxudur bizə. Şair görünməsin gözlərinizə. Yazdığı cavabdan bilmişəm onu. Dayan, sovraram göyə tozunu. O gəlsin, əylənib gülüşək biraz. Bizim dilimizi o bağlayanmaz. Aha, baş əyməyir qarşımda bu. Yoxdur vicdanında qanun qorxusu. Şair, hökmdarın huzurundasan. Bunu siz belə düşünürəm mən. Bəs baş əymədiniz? Əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Qılınclar toqquşub iş görən zaman. Neynər dediyiniz quru bir vicdan? Vicdan dedikləri bir həqiqətdir. Beşiyi, məzarı əbədiyyətdir. Bəs zindan necədir, qaranlığı zindan? Soyuq məzara da zinətdir insan. Yenə göylərdədir şair xəyalım. Əzəldən hüdudu yoxdur kamalın. Aha, sınayırdım idrakınızı. Doğrudan bir şair görürəm sizi. Xoşbəxt xəlq eyləmişsiz yaradan. Dünyada qalacaq yalnız yaradan. Çox gözəl inanın ki, mən sizin ruhunuzu sevdim rəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, göylərin qüsatı, o ulduz, o ay sizə tapşırılsın bu gündən gərək. Ancaq bir şərtim var. Buyurun görək. Gərək fars dilində yazsın sənətkar. Farsın öz qüdrətli şairləri var. Nə çoxdur onlarda böyük sənətkar. Bizim bu dağların oğluyam mən də. Az-az uydururam yeri gələndə. Yaxşı, gəl əl götür bu inadından. Bu qədər naşükür olmasın insan. Aldada bilməmiş dünyanın varı. Bir məslək eşqi ilə yaşayanları. Mən ellər bağında azad bir quşam. Mənsəbə, şöhrətə satılmamışam. Ayağı çarqılı kiçik bir ölkə böyük firdevslər yaratdı bəlkə. Dayan, bu bağçanın hər bir budağı üstündə min çiçək, min gül bitirmiş. Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş. Nizamiyə bax, Füzuliyə bax. Günəşi örtsə də qara buludlar, yenə günəş adır bir qüdrəti var. Görünür, günəşə iştahım vardır. Günəşdən gizlənən yarasalardır. Buna qulaq asmaq çətin peşədir. Niyə? Qulağınız çoxdan şeşədir, böhtan eşidəndə qızarıb yanar, doğru söz gələndə pambıq tıxanar. Sizin sözünüzün kəsəri azdır. Oxuyan bülbüldür, dinləyən qazdır. Of, məndə olsaydı bundakı hünər. Ağılsız köpəklər ulduza hürər. Ver cavabını, nə durumsan? Hə, yenə dökür sarsaq gözlərin. Neynəsin, yazığın nə təqsiri var? İşik güclənəndə çaşar qarovlar. Şairə sənətdir, tikanlı sözlər. Sözdən qızarmaz ki, bozarmış üzlər. Xeyr, o vaqifdir, eşqə gələrək. Bəzən qamçılayar zamanəsini, Allah da çox sevər şeirin səsini. Dinin düşmənidir, o ölsün gərək. Allah da çox sevir, Allaha yalvar. Onun məndən də çox ədaləti var. Əgər bacarırsa, qoy sağ saxlasın. Siz hökmdarsınız. Yaxşı, qoca mən artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyəm yazan əlini, bir də həcr deyən azı dilini. Qalsan? Razıyam böyük hökmdar, mərhəmət sahibi olur ağalar. Eyib etməz, törəməz, sizə də çatar bir əvəz. Qatır cinsisiniz, doğub törəməz. Vaqif, indi get, saray həyatını büsbütün tərk et. Gərək yaşamasın qədrin aşunaz. Sənsə həqiqətin ağzına daş bas. Mən az görməmişəm bu sarayları. Burada göyə çıxan ahuvayları. Görmüşəm şahların vəfasını mən. Xanların zülmünü, cəfasını mən. Görmüşəm zamanın min rüzgarını, dustaq anaların göz yaşlarını. Nifrət, qan çanağı, tazlanan nifrət. Var olsun azadlıq, bir də məhəbbət. Hər zaman bir tarixə örnək verən xalqım.
Qarabağ uğrunda gedən döyüşlərdə Natiq Qasımovun əzmi, vətən qeyrəti, bir ordunu tək başına qarşısına alan mübariz cəsarət və xudbinlərə üz tutub deyirəm. Bütün bəşəriyyəti xilası məhəbbətdirsə, bütün pisliklərin sonu cəza, məğlubiyyətdirsə, gözünüzü örtən məğrurluğu, mənəm-mənəmliyi atın, sülhə gəlin, dünyanı xilas edən bəşəri məhəbbət yaradın. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Tanrı Türkler olsun, hediye uğurlar olsun. Tanrı Türkler olsun. Yarıldı yollar bana, söylemediler bana. Laneler olsun, düşmanlar kahrolsun. Tanrı Türkler olsun, laneler olsun. Tanrı Türkler olsun. Maruflara ulaştı, Altaylara yol açtı, Şamana'ya bağlaştı, büyük umurlar olsun, Tanrı Türkler olsun. Düşmanlar kahrolsun, Tanrı Türkler olsun. Dünyanı bürüyən qanlı müharibələrə, çəkişmələrə, xudbinlərə üz tutub deyirəm. Bütün bəşəriyyətin xilası məhəbbətdirsə, bütün pisliklərin sonu cəza, məğlubiyyətdirsə, gözünüzü örtən məğrurluğu, mənəm-mənəmliyi atın, sülhə gəlin, dünyanı xilas edən bəşəri məhəbbət yaradın. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Özü vardı uzaqları, bir yaşıl bağları, bizlerin başlamıştır güzel çamları. Azərbaycanım, doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım.
Azərbaycanım. Yurdum yuvam məskənimsən Azərbaycanım. Anam doğmam vətənimsən Azərbaycanım. Yurdum yuvam məskənimsən Azərbaycanım. Anam doğmam vətənimsən Azərbaycanım. Yurdum yuvam məskənimsən Azərbaycanım. Anam doğmam vətənimsən Azərbaycanım. Çox sağ olun, təşkil edədiyim üçün. Bayağı həqiqətlər baharın gəlişini tərənnüm edən bir aydınız yoxsa may ayda elə kökləndə görə tətillər aydı. Ən öndə də bu öndərin aradan olması may SSR'nin başçılığında qələbəsi 2-ci Dünya müharibəsinin başa çatması, yəni 9 may Vətən müharibəsinin qələbəsi günü Dünya müharibəsinin başa çatması qardaşlar sentyabr ayına əsasən deyil. Yəni o tədbirlərdən məşqdirib elə bir tədbir eləməyimiz, yəni bu müşahidələrə